Mövsümün yekunlarına dair sujeti ikinci beşlikdə qərarlaşan komandalarla davam etdiririk. Burada çox milyonluq büdcə ilə fiyaskoya uğrayanlar və minimal vəsaitlə Premyer Liqada qalanlar yer alıb. Şamaxıdan başqa bu komandaların hamısında mövsüm ərzində baş məşqçi dəyişikliyi oldu. Hələ 10 il əvvəl Neftçinin vəziyyətinə nəzərən bu komandaya bir ana 4 bacı lazımdır ki, qabağına qoyub halına ağlasın deyən rəhmətli Böyükağa Hacıyev yaxşı ki, betərini görmədi. Neftçi indi elə durumdadır ki, 10 il əvvəlki şükürlüdür. Komandada problem 1 deyil, 2 deyil. Neftçi bu mövsümü sanki futbol yox, şahmat oynadı. Meydandan kənarda bir-bir fiqurlar qurban verildi. İlk qurban klubun İsveçli idman direktoru Jens Andersson oldu. Qurban da necə qurban? Milyonluq. 2023-cü ilin sentyabrında Neftçi ilə 2 il müqavilə bağlayan Jens müəllimin işlədiyi bir ildə faydasını görmədi. Özü isə Bakıya gəlişinin xeyrini necə lazımdırsa gördü. İlə təxminən 1 milyon manat qazandı, gedəndə də müqaviləsinin qalan bir ili üçün təzminatı qoparıb getdi. Bu adam kimin ideyası idi, kimin ağlının məhsulu idi, burada nə işi vardı bilmədik. Fakt odur ki, bir qəpik xeyri dəymədiyi Neftçini azı milyon yarım xərcə salıb getdi, onu bura gətirənlər isə sudan quru çıxdı. Anderson gedəndə mətbuat Neftçini çempionatdakı nəticəyə görə ağ yuyub qara sərirdi. Komanda 6 turda cəmi 4 xal qazanaraq qələbə özünə həsrət idi. Daha 3 tur keçdi, Neftçi yenə qələbəsiz, axırdan ikinci pillədə idi. Bu dəfə baş məşqçi Roman Qriqorçuk istefa arizəsini yazmalı oldu. Qəbələ FK-dakı uğurları ilə ölkəmizdə rəğbət qazanmış Ukraynalı mütəxəssis artıq Azərbaycanda Neftçinin fiyaskosunda payı olan məşqçi kimi də xatırlanır. Neftçidə Samir Abbasovun ikinci baş məşqçilik dövrü başladı. Onun gəlişi ilə ilk qələbə qazanıldı. Qriqorçuk dövründə könülsüz oynayanlar, heç oynamayanlar, hamısının ruhu dirçəldi, ayağı açıldı. Samir Abbasov 9 oyundan 5 xalla təhvil aldığı Neftçini yekunda 43 xalla 6-cı etdi. Qarabağdan sonra futbolumuzda ikinci ən zəngin büdcəyə 28 milyon 250 min manata sahib bir klub üçün belə nəticə sadəcə rəzalətdir. Amma burada Samir Abbasov o qədər də günahkar deyil. Adam 27 oyuna 38 xal toplayıb. Üstəlik özünün formalaşdırmadığı əvvəlki məşqçidən miras qalan heyətlə. Bu mənada Neftçi Müşahidə Şurasının 2 həftə əvvəl iclas keçirib Samir Abbasova dəstək verməsi məncə düzgün yanaşmadır. Neftçi 2023-cü ilin iyulundan ötən 23 ayda 4 baş məşqçi dəyişib. Nəticə də 0. Vaxtilə Qarabağ rəhbərliyinin Qurban Qurbanova, Zirənin sahibinin Rəşad Sadıqova çətin dönəmlərdə verdiyi dəstəyin effektini görməkdəyik. Bəlkə Neftçi də bir neçə aydan bir məşqçi dəyişmək şakərindən əl çəksə, müsbət nəticə olar. Bu yay Neftçinin Avrokubok qayğısı da olmadığından yeni mövsüm üçün indidən qollar çırmalanıb. Komandaya gəlişindən bəri tənqid olunan Yegor Bogomolski və Rüstəm Samigulin, publikaya işləməyi, artistliklə daha çox diqqət çəkən Yuri Matyas, həmçinin Azər Əliyev, Azər Salahlı, Rəhman Hacıyev, Höccət Akverdi, Robert Bauer, Rafael Guzzo ümumilikdə 9 oyuncu göndərilib və bu siyahı arta da bilər. Ən yüksək ödənişli oyunculardan biri, ayda təxminən 80 min manat məvacib alan, hücumçu olub bir mövsümə cəmi 4 qol vuran Ramil Şeydayevdən də klub yaxa qurtarmaq istəyir. Amma hələ bir illik müqaviləsi qalan 29 yaşlı forvard pulunu qəpiyinədək almadan heç yerə getmək istəmir. Bilir ki, bu oyunla heç bir klub bundan sonra ona Neftçi kimi illik təxminən 500 min dollar verməyəcək. Ramil Neftçiyə o vaxtki baş məşqçi Qriqorçukun istəyi ilə gətirilib. İndi Ukraynalı məşqçi öz vətənində, Neftçi isə burada dərddə. Bu cür faydasız oyuncular transfer etdirən baş məşqçi ilə yollar ayrılanda bunun ziyanını onun kompensasiya pulundan çıxmaq lazımdır. Yox, əgər ortada məşqçi ilə yanaşı rəhbərlikdən də kiminsə belə faydasız transferlərdə marağı varsa, onda vəziyyət qarışır. İndi komandanı Samir Abbasov formalaşdıracaq və yeni mövsümdə nəticəyə görə şəxsən cavab verəcək. Mövsümü 7-ci sırada bitirən Şamaxı büdcəsinə görə çempionatımızın ən kasıb klubudur. Cəmi 3 milyon manatlıq büdcə.
Bu da elə dövlətin AFFA-nın vasitəsilə klublara ayırdığı dəstək puludur. Demək əlavə bu kluba kimsə samballı vəsait xərcləməyib. Ola bilsin icra başçısı, Şamaxı rayon prokuroru, bəzən polis rəisi, vergi idarəsi hansısa məqamda müəyyən məbləğdə komandaya kömək edib, səfər xərclərinin qarşılanmasında falanda yardımçı olub. Amma belə peşəkar futbol klubu olmur. Bu üsulla komanda yaşatmaq qaldı 90-larda, 2000-ci illərin əvvəlində. Və maliyyəsi bu cür olan klubun mövsümü 10 iştirakçı arasında 7-ci sırada bitirməsi qəhrəmanlıqdır. Daha çox kimin sayəsində? Baş məşqçinin. Necə deyirlər, bir Ayxan Abbasov fərqi. Ötən mövsüm 1-ci liqanın çempionu kimi elitaya yüksələn Şamaxı FK gəldiyi yerə qayıtmamaq üçün böyük iradə, əzm göstərdi. İlk 2 turda cəmi bir xal qazanan Ayxan Abbasovun komandası sonraki 5 turdan 3-ündə qalib gəldi, ikisində heç oynadı. Bundan sonra komanda qara zolağa düşdü. Kubokda Şəmkir FK üzərində qələbəni nəzərə almasaq ardıcıl 11 çempionat maçında Şamaxı qələbəyə həsrət qaldı. Yalnız ilin son turunda Sabah üzərində 3-1 hesablı qələbə ilə bu qara seriyaya son qoydu. Yanvardakı dalbadal 3 oyunda məğlubiyyətlərdən sonra Şamaxının üzərində sanki əcəl fırlandı. 1-ci liqa komandaya gəl-gəl deyirdi. Yalnız bundan sonra Ayxan Abbasov komandasını toparlayıb ard-arda 6 oyundan cəmi birində uduzdu. Şamaxı liqada qalmaq uğrunda mübarizə apardığı rəqiblərdən Səbail ilə 4 oyundan birini qazanıb ikisində heç etdi. Kəpəzi 4 dueldən ikisində məğlub edib birində heç oynadı. Sumqayıtı isə 4 qarşılaşmadan 3-ündə qalib gəldi. Əsas rəqiblərə qarşısında qazanılan bu nəticələr Şamaxını nəinki elitada saxladı, hətta 7-ci yerə yüksəltdi. Üstəlik Ayxan Abbasov bu mövsüm ölkə futboluna 19 yaşlı Edgar Ədilxanov və 20 yaşlı Rüfət Abbasovun timsalında perspektivli gənclər qazandırdı. Növbəti mövsümdə isə həm Ayxan Abbasovun, həm də komandanın işi çətin olacaq. U21 milli komandamızın da baş məşqçisi olan Abbasovun iki işin öhdəsindən necə gələcəyini zaman göstərəcək. AFFA-nın yeni mövsümdə klublara maliyyə yardımını 3 milyondan 2 milyon yarıma endirdiyini nəzərə alsaq, Şamaxı normal heyət formalaşdırmada çətinlik çəkəcək. Bu mövsümki legionerlərdən 5-i artıq komandadan gedib. Onlardan xüsusən kapitan Leroy Mikes və komandanın ən çox qol vuran oyuncusu, bu günlərdə Zirə ilə müqavilə bağlayan Brahim Konatenin yeri görünəcək. Şamaxı FK böyük ehtimal bir neçə legioner əsasən də gənc yerli oyuncularının ümidinə qalacaq. Gənclərə üstünlük verəcəyindən komanda həm də U21 millimizin bazası da sayıla bilər. Millimizin baş məşqçisi Ayxan Abbasov üçün bunun yaxşı tərəfi odur ki, U21-in bir neçə oyuncusu Şamaxıda il boyu onun nəzarəti altında olacaq. Sumqayıt mövsümünün fiyaskolarından biri oldu. Büdcəsi Şamaxı FK-dan 3 dəfə çox, 9 milyon 178 min manat olan komandanın başqa adı yoxdur. Bəlkə də klubun prezidenti Riyad Rəfiyev üçün bu mövsüm jurnalistlərlə məhkəmə çəkişməsində qalib gəlmək daha önəmlidir, nəinki komandası ilə uğurlu nəticə qazanmaq. 9 milyonluq fiyaskonun başlanğıcı mövsümün əvvəlində qoyuldu. İlk 3 turdan ikisini qazanan Gənclik şəhərinin komandası sonra ardıcıl 7 oyun qələbəsiz qaldı. 6-cı belə qalibiyyətsiz maçdan sonra baş məşqçi Samir Abbasov gözlənilmədən Sumqayıtdan ayrılıb Neftçi ilə müqavilə bağladı. Bəlkə də Samir Abbasovun fikri bir neçə həftə əvvəldən Neftçidə qaldığından Sumqayıtı taleyin ümidinə buraxmışdı. Klubun gənclər komandasının baş məşqçisi Vaqif Cavadovun Samir Abbasovun yerinə gətirilməsi birmənalı qarşılanmadı. Məncə bu riskə görə Sumqayıt FK-nın rəhbərliyini alqışlamaq olar. Cavadov debüt maçında Turan Tovuza uduzsa da növbəti 6 oyundan 4-ündə Səbail, Sabah, Şamaxı və Neftçiyə qalib gəldi. Kubokda Moiki mübarizədən kənarlaşdırdı. Lakin xoş günlərin ömrü uzun sürmədi. Nə az, nə çox, düz 11 oyun. Qələbə bir yana, qol belə vura bilmədi Vaqif Cavadovun komandası. Sonradan enişli yoxuşlu qrafiklə Sumqayıtlılar elitada yerini qoruya bildi. Sumqayıtın bəxti onda gətirdi ki, Səbail və Kəpəz daha ağır vəziyyətdə idi. Əks halda komanda 1-ci liqaya da düşə bilərdi. Vaqif Cavadov isə rəhbərlik qarşıdakı mövsümdə şans verməyə risk etmədi və mayda onunla müqaviləyə xitam verildi. Kluba vaxtilə baş məşqçi olmuş Belaruslu Aleksey Baganın qayıdacağı ilə bağlı xəbərlər yayılıb. Riyad Rəfiyevdən belə sürpriz qərarlar, addımlar gözləniləndir. Ola bilər. Ümid edək ki, Sumqayıt gələn il 9 milyon manatı, bəlkə də daha çox pulu küləyə verməyəcək. Büdcəyə uyğun nəticə göstərəcək.
Sumqayıtın 9 milyonluq büdcəsinin qarşısında Kəpəzin 3 milyonu yalnız liqada baş geriləmək üçün yetərli idi. Elə də oldu. Gəncə təmsilçisi bir il əvvəl olduğu kimi yenə birtəhər Premyer Liqada yerini qorudu. Komanda mövsümü olduqca bərbad başladı. İlk 4 turda nə xal qazana, nə qol vura bildi. Nəticədə mövsümdə ilk baş məşqçi istifası Kəpəzdə reallaşdı. Adil Şükürov istifa verdi. Klubda Azər Bağırov dövrü başladı. Azər Bağırov işə başlayana qədər Kəpəz Sabaha da uduzdu. Daha sonra yeni baş məşqçinin rəhbərliyi altında daha 3 turda məğlub oldu. Artıq 8 tur arxada qalmışdı. Nəhayət çempionatdakı 9 rəqib arasında Kəpəzə uduzan tapıldı. Bu Neftçi oldu. Ondan sonra Kəpəz Səbail və Şamaxını üstələdi, Sabahla heç-heç oynadı. Kubokda 2 mərhələ adladı. 2025-ci ilin ilk qarşılaşmasında Turan Tovuza 5 qol vurdu. Əsas rəqiblərinin də tez-tez xal itirməsi Kəpəzin işinə yaradı və sanki ölü dirildi. Hamının əlini üzdüyü Kəpəzi Azər Bağırov liqada saxladı. Mükafatı isə təəccüblü olsa da komandadan göndərilmək oldu. Azərbaycan futbolunda öyrəşdiyimiz mənzərə. 2025-ci ilin əvvəlində klubda nəfəsi hiss olunub özü gözə görünməyən yeni rəhbərlik, sponsor peyda oldu. Onlar haqqında ara sıra mətbuatda xəbərlər çıxsa da üzdə yox idilər. Nəhayət mayın 10-da klubun yeni idarə heyəti seçildi. İdarə heyətinin sədri seçilən Namiq Qədirovun ilk qərarı isə qədir bilməzlik kimi göründü. Azər Bağırovla elə davranıldı, elə şərait yaradıldı ki, özü klubdan getməyə məcbur oldu. Son turda Turan Tovuzla oyunda meydanda Kəpəzin adı vardı, özü yox. Futbolçular bəlkə də baş məşqçinin belə formada göndərilməsinə etiraz olaraq konkret oynamadı və Azər Bağırovun Kəpəzlə vidalaşması 0-4 ilə əlamətdar oldu. Qədirovdan fərqli, qədir bilən Gəncə azarkeşləri Azər Bağırova təşəkkürlərini alqışları ilə bildirdi. Bugün Kəpəz rəsmən Adil Şükürova tapşırıldı. Adil müəllimin qayıdışının necə olacağını zaman göstərəcək. Dəqiq olan budur ki, Kəpəzin yeni rəhbərliyi Azər Bağırov yola salmaqla üzərinə ağır məsuliyyət götürdü. Yeni mövsümdə artıq komandanın qəpik quruşlu büdcəsi yox, daha samballı vəsait olacaq. Yeni stadionu istifadəyə veriləcək. Kəpəz ev oyunlarını öz azarkeşlərinin qarşısına keçəcək. Və bütün bunlardan sonra Kəpəzin nəticəsi bu ilki Sumqayıtın, Səbailin çıxışı kimi olsa, onda azarkeş bir yandan, media bir yandan. Döz görək Kəpəz rəhbərliyi nə qədər dözəcəksən. Səbail bu mövsümü 3 baş məşqçi ilə keçirən yeganə komanda oldu. Klubun normal 7 milyon 800 min manatlıq büdcəsi, arxasında Asko, Xəzər dəniz gəmiçiliyi kimi nəhəng sponsoru. Gəl ki, bütün bunlar klubu 1-ci liqaya düşməkdən xilas etmədi. Asko hər il böyük pullar xərcləyib istənilən nəticəni almamaqdan yorulub artıq. Yarıtmaz idarəçilərin ümidinə qalan klubdan əlini çəkməyə səbəb, bəhanə axtarır. Qışdakı süjetində dediyim kimi, Səbail Askonun batmağını arzuladığı yeganə gəmisidir. Noyabrın 3-də Şahin Diniyev 12 oyundan 7 xal toplayıb 9-cu yerdə gedən Səbail ilə vidalaşdı. Gözlənilmədən Cavid Hüseynov özü demişkən isti yerini soyuq edib Turan Tovuzdan, Qurban Berdiyevin köməkçiliyindən Səbailin baş məşqçiliyinə gəldi. Amma 4 ay sonra Səbail rəhbərliyi onu da yola saldı. Artıq komanda sonuncu pillədə idi. Cavid Hüseynovun media qarşısında klubla bağlı bəzi həqiqətləri deməsi, tənqidi fikirlər söyləməsini həzm edə bilmədi rəhbərlik. Cavidin əvəzinə dostu Elvin Məmmədovun təyinatı isə dostlar arasında incikliklə nəticələndi. Elvin Məmmədov da batan gəmini xilas edə bilmədi. 9 oyunda bir qələbə belə qazanmadan cəmi 4 heç-heç etdi. Məmmədov məşqçi bacarığını yeni mövsümdə 1-ci liqada göstərməlidir. Sosial şəbəkələrdə əksəriyyət Səbailin 1-ci liqaya düşməsini sevinclə qeyd edir. Amma buna sevinmək lazım deyil. Tutaq ki, Səbaili AFFA-nın keçmiş prezidenti Rövnəq Abdullayev özü dediyi kimi uşağın, yəni oğlunun başını qatmaq üçün yaradıb. İndi ki, ortalıqda nə uşaq var, nə də həmin ata. Hətta deyilənə görə Rövnəq Abdullayevə təklif olunub ki, Səbailə sponsorluq da etsin, razılıq verməyib. O da var ki, Səbailin Premyer Liqaya gəlişi də qayda-qanunla, halallıqla olmayıb. 2017-ci ildə Elxan Məmmədovun at oynatdığı AFFA çempion Turan Tovuzu lisenziya bəhanəsi ilə kənarda qoyub, ikinci yeri tutan Səbaili Premyer Liqaya buraxmışdı. Amma bunları yazaq həmin vaxt söz sahibi olan şəxslərin vicdanına. İndi klubun az-çox infrastrukturu, akademiyası var, uşaqlar məşq edir, aralarında istedadlar da yəqin ki var. Belədə niyə Səbailin dağılmasını arzulamalıyıq? Bizim futbolda nə qədər normal klub var ki?
rayon komandalarına deyirsinizsə, ikinci və birinci liqadan danışanda demişəm bölgə klublarının vəziyyəti haqqında. Əksəriyyət kolxoz komandası səviyyəsindədir. Nə normal büdcəsi var, nə normal idarəçi. Səbail isə az-çox peşəkar klub kimi formalaşıb. Şamaxının, Qəbələnin etdiyi kimi onlar da bir mövsümə aşağı liqadan elitaya qayıda bilərlər. Kim rayonda klub yaratmaq istəyirsə qarşısına kəsən yoxdur, gedib yaratsın. Bunun üçün Səbaili dağıtmağa ehtiyac yoxdur. Bu Azərbaycan Premyer Liqasında 10 komandalı sonuncu mövsüm idi. Getsin, bir də gəlməsin. Yeni mövsümdən bizi 12 komandalı Premyer Liqa gözləyir. Avqustda görüşərik. İlkim Kətoğlu, xüsusi olaraq Sport Info saytı üçün.